Salam, hər vaxtınız xeyir olsun. Sınaq 4-ün izahına baxaq. Deməli, birinci sualımız. İdeal qazın halı PV konstant. PET qazın təzyiqi və həcmidir tənliyi ilə ifadə olunur. Qazın sıxlığını 4 dəfə artırdıqda təzyiqi necə dəyişir? Kütlə sabitdir. Deməli, uşaqlar, sıxlığın düsturu rho bərabər PM bölünsün RT ifadəsi də var. Fərq etməz. Burada PV konstant o deməkdir ki, P ilə V biri artanda o birisi azalır və bu hadisə sabit qalır. Kütlənin də sabit verdiyinə görə bu deməli izotermik prosesdir. İzotermik prosesdə də temperatur sabitdir. Ona görə temperaturların düsturu yazım və gördüyümüz kimi sıxlıqla təzyiq düzüm tənasib asılı. Ona görə də sıxlıq 4 dəfə artığından elə təzyiq də 4 dəfə artar. 2. Doymuş buxarın molekullarının konsentrasiyasının həcminin asılığı diaqramındakı nöqtələrə uyğun doymuş buxarın temperaturları arasında hansı münasibət doğrudur? Doymuş buxarın təzyiqi, sıxlığı və konsentrasiyası həcmdən asılı deyil. Sabit qrafikini çəkirik və nə görürük? Görürük ki, 1-dən 2-də konsentrasiya bərabər, 3-dəsə daha böyük qiymət alıb bilir idi. Ədəd oxu yuxarıya doğru getsə qiymət artır. Deməli, 3 böyükdür, 1 və 2 bir-birinə bərabərdir. Daha sonra 3-cü tapşırığımızda yaxşı sualdır. Verilmiş kütləli ideal qazın sabit temperaturda təzyiqin zamanla asılı qrafiki verilmişdir. Bu qazın həcminin asılı qrafiki müəyyən edin. Deməli, gördüyümüz kimi burada P0 üstə gəlinsin. Hər hansısa bir KT qanunu dəyişir, yəni zamanla xətti olaraq dəyişir. Amma P0 nöqtəsindən həcm və ayaqları qeyd etdiyimiz kimi izotermik prosesdə təzyiq və həcm bir-birlərindən tərs mütənasib asılır. Deməli, gəlin belə yazaq. PV bərabərdir konstanta, buradan V bərabərdir konstant bölünsün P-yə. P-nin də yerinə yazaq. P0 üstə gəlinsin. P0 üstə gəl, K vur T. Gördüyümüz kimi həcm zamanla tərs mütənasib asılı zamanla asılı qrafik verilmişdir. Zamanla tərs mütənasib asılıdır. Ona görə də amma toplama olduğuna görə müəyyən bir nöqtədən B variantı. 4. Diqqətli olaq, 4 də yaxşı məsələdir. Verilmiş kütləli ideal qazın təzyiqinin temperaturunun asılı qrafiki verilmişdir. ABCD prosesində qazın həcmi necə dəyişər? CD paraboladır. Baxaq. Deməli, birincisi baxaq ki, verilmiş kütləli ideal qazdır. Tənliyimiz belədir. PV bərabərdir. Nü RT. Fərq etmir, hər hansısa bir tənliyi yaza bilərsiniz. Nü sabit, R sabit. Həcm burada təzyiqlə düz, temperaturdan tərs asılı olmuş olacaq. AB hissəsində temperatur sabitdir. Üzr istəyirəm. Temperaturdan düz, təzyiqlə tərs asılı olmuş olacaq. AB hissəsində temperatur sabitdir. Ona görə P ilə müqayisə edirik və gördüyümüz kimi də AB hissəsində təzyiq 2 dəfə artdığından həcm 2 dəfə azalacaq. 1/2 yazıram bura. Daha sonra BC hissəsində təzyiqi sabit verib temperaturu 2 dəfə artır. Deməli, təzyiq sabitsə temperaturun düz mütənasib götürürsünüz. Deməli, 2 dəfə artacaq. 2-də 1 yazmışdıq, yəni 2 dəfə azaltmışdıq. Vurulsun, 2 yazıq. Daha sonra fikir verin, bu onsuz da ikiləri bir-birinə apardı. Yəni, A-dan B-yə, B-dən C-yə aldıq ki, dəyişməyək. Daha sonra CD hissəsində isə görün nə baş verib. Həm təzyiq dəyişib 2 dəfə azalıb, temperatursa 1,5 dəfə artıb. Deməli, həcm demişdik ki, temperaturla düz, təzyiqdən tərs mütənasib asılı. Temperatur deməli artıb 1,5 dəfə, yazıram buraya 1,5-dir. Təzyiq isə azalıb 2 dəfə, yazıram P bölünsün 2. Buradan 2 də qalxır yuxarı, alırıq, bərabərdir 3. Deməli, 3 dəfə artmış olacaq Y variantı. Hesablama üsulu sizə necə rahatsa, necə öyrəşmişsiniz, siz də hesablaya bilərsiniz. Bu daha qısa yoldur. 5-də sabit kütləli ideal qazın təzyiqinin sıxlığından asılı qrafiki verilmişdir. ABC prosesində qaz molekullarının orta kvadratik sürəti və orta kinetik enerjisi. Deməli, kinetik enerji bilirik ki, düsturu 2-də 3 KT-dir. Və temperatur kinetik enerjinin xətti funksiyasıdır. Yəni, eyni cür dəyişirlər. Biz temperatura nə deyiriksə, heç bir şərt olmadan, heç bir prosesə fikir vermədən temperatur nədirsə kinetik enerjidə olacaq. İndi gəlin baxaq. Deməli, AB prosesində sıxlıq sabitdir, təzyiq artır. Sıxlığın sabit olmağı, konsentrasiyanın sabit olmağı bu izoxor prosesdir. İzoxor prosesdə də PV bərabər nü RT-dən, nü R yenə sabit, çünki verilmiş kütləli ideal qaz, ona görə nü sabit, R sabit fiziki əhəmiyyətli, universal qaz sabitidir. Deməli, buradan görürük ki, həcmdə sabit olduğundan P ilə T düz mütənasib asılı olmuş olacaq. Deməli, A-dan B-yə təzyiq görəncəsi artıb. 4 dəfə artdığından temperatur 4 dəfə artdı. Birinci halda temperatur 4 dəfə artdı. Bunu qeyd edək bura. BC hissəsində isə deməli təzyiq sabitdir. Təzyiq sabitdir. İndi baxmaq lazım ki, temperatur sıxlıqdan necə asılıdır. Yadınıza düşürsə bayaq yazmışdıq. Rho bərabərdir PM bölünsün RT.
Gördüyümüz kimi sıxlıq və temperatur tərs mütənasibatı. Deməli, B-dən C-yə də sıxlıq 4 dəfə azaldığına, baxın, 4 R0-dan R0-a gəlir. 4 dəfə azaldığına temperatur yenidən 4 dəfə artacaq. Yazıram, vurulsun 4. Deməli, temperatur 16 dəfə artmış oldu. Bayaqlar dedik, 16 dəfə temperatur artıbsa, elə kinetik enerji də onun kimi 16 dəfə artmış olacaq. Orta kvadrat sürətində kök altda 2YK bölünsün M0 düsturundan istifadə etsək, görərik ki, əgər kinetik enerji 16 dəfə artıbsa, deməli sürət də 4 dəfə artmış olacaq. 6. Sabit təzyiqdə ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilmişdir. 1, 2, 3, 4 keçidlərində qaz moleküllərinin konsentrasiyası 1, 2 və 3, 4. 1, 2, 3, 4. 1-də də, 2-də də, yəni 1-dən 2-yə, 3-dən 4-ə həcm sabitdir. Bayaqlar dedik ki, verilmiş kütləli ideal qazda həcm sabit olmağa, sıxlıq və konsentrasiyada sabit olduğunu bildirir. Ona görə də dəyişməz. Daha sonra 7 nömrəli tapşırıq. Sabit kütləli ideal qazın təzyiqin həcmindən asılı qrafiki verilmişdir. Qazın 1-2 keçidi zamanı gördüyü iş A1-2, 2-3 keçid zamanı gördüyü iş A2-3 işə nisbəti. Aha, bizdən deməli 1-dən 2-yə 2-dən 3-ə keçidlər zamanı nisbətlərini istəyir. 1-dən 2-yə ümumiyyətlə iş taparkən uşaqlar P-nin V-dən asılı qrafikində baxırsınız fiqurun sahəsinə. Deməli, 1-dən 2-yə keçid zamanı fiqur burada trapesiyadır. Gəlin trapesiyanın sahəsini tapaq. Kiçik oturacağımız P0, böyük oturacağımız 3P0-dır. Yazaq A1-2 bərabərdir. Trapesiyanın sahəsi P0 üstə gəlinsin. Deməli, böyük oturacağımız 3P0 bölünsün 2, vurulsun delta V. Yəni, hündürlüyümüz 2V0. 2V0. Deməli, buradan 2-lər getdi. 3P0 üstə gəl P0, 4P0, V0, 4P0, V0 almış olduq. 1-dən 2-yə. 2-dən 3-ə keçid zamanı görülən iş, baxın, buradakı düzbucaqlığın sahəsinə bərabərdir. Deməli, 2-dən 3-ə keçid zamanı görülən iş düzbucaqlığın sahəsi, yəni hündürlük və ya hər hansısa bir tərəfi vururuq, A-nı vururuq, B-yə fərq eləmir, yəni bir-birinə vurub tapmalıyıq. P0 vurulsun, 2V0, baxın, buradan bura 2V0-dır. Uşaqlar çox vaxt çaşıb 5 yazılır, xeyr. Sizdə baxın, fiqur budur. Bu hissə P0, bura P0, bu hissə isə 2V0-a bərabərdir. Olacaq 2P0, V0. Deməli, bizdən nisbətləri istəyir. 1-dən 2-yə-nin 2-dən 3-ə nisbətini istəyir. 1-dən 2-yə 4P0 idi. 2-dən 3-ə isə 2P0-dır. Böləndə də alacaq 2D variantı. 8. Sabit kütləli bir atomlu ideal qaz A halından B halına 2 A1, A1B, A2B yolları ilə keçir. Qazın gördüyü işlər və daxili enerjilərin dəyişmələri arasında hansı münasibət doğrudur? Deməlidir ki, iş bizdə olacaq fiqurun sahəsi və ya buradan baxa bilərik ki, AB zaman A-dan 1-ə keçid zamanı izoxor prosesdə, izoxor prosesdə iş görülmür. Amma 1-dən B-yə keçid zamanı izobar genişləmədə gördüyü iş müsbətdir. Daha sonra baxaq digər hissəyə və dedik ki, fiqurun sahəsinə bərabərdir. Baxın, fiqurun sahəsinə bərabərdir. Bu, deməli, 1B altında olan fiqurdur. Daha sonra sizə verib B2B iş. B2A, yenə B2-də iş görülmür. Yox, üzr istəyirəm, A2B. A2B. Deməli, A-dan 2-yə keçid zamanı gördüyü iş, baxın, bu kiçik fiqurun sahəsidir və ya baxın, təzyiq delta V-ləri eyni olsa belə, bilirik də P delta V-dir, A-nın düsturu, P delta V-dir. Fikir verin, delta V-lər 1-dən B-yə, A-dan 2-yə onsuz da eyni dəyişmə icra edib, amma təzyiqlərsə 1-də böyükdür, 2-də, A-da isə kiçikdir, A2 keçid zamanı isə kiçikdir ondan. Ona görə də təzyiqdən də baxa bilərsiniz və ya fiqurun sahəsindən də baxa bilərsiniz ki, 1-in altında qalan fiqurun sahəsi bu böyük fiqurdur. A-dan 2-yə keçid zamanı qalan fiqurun sahəsi bu kiçik fiqurdur. Deməli, A1 böyük olacaq A2-dən və görülən işlərin hər biri müsbətdir. Aha, indi uşaqlar, yaxşı bir məsələ var burada. Daxili enerjinin dəyişməsini sizdən soruşur. İş fiqurun sahəsinə bərabərdir, amma daxili enerjinin dəyişməsi isə başlanğıc və son halları nasıldır? Fikir verin, yekunda birincidə A, 1, B. Yəni, hardan hara getdi? A-dan B-yə. A, 2, B. Hardan hara getdi? Yenə A-dan B-yə. Deməli, daxili enerjinin dəyişmələri bir-birinə bərabərdir. Deməli, iş fiqurun sahəsinə, daxili enerjinin dəyişmələri isə başlanğıc və son hallardan asılıdır. 9. Sabit kütləli bir atomlu ideal qaz atomlarının orta kinetik enerjisinin təzyiqdən asılı qrafiki göstərilmişdir. Bu prosesdə qazın daxili enerjisinin həcmdən asılı qrafikini müəyyən edin. Sabit kütləli ideal qazdır. Kinetik enerji sabitdir. Onsuz da biz demişdik, heç bir şərtə ehtiyac olmadan, yəni orada sabit kütləli ideal qaz söz olması da olardı. Heç bir şərt olmadan kinetik enerji sabitdirsə, deməli elə temperaturda sabitdir.
Aha, amma daxili enerjini yazarkən bizdə bu şərtə ehtiyac var idi. Sabit kütləli sözünə ehtiyac var idi. Sabit kütləli ideal qaz üçün temperaturda sabitdirsə, daxili enerji də sabit olmuş olacaq. Çünki 2/3 M böl MRT-dir. M sabit, R sabit 2/3 ədəddir. T-ni də sabit götürdük. Kütləni də öz sabit verib, deməli daxili enerji də dəyişməz. Daxili enerjinin sabit olduğu qrafiklər deməli var B-də, bir də var Y-də. İndi baxaq görək ki, bizdən verib təzyiqin asılılığını, həcmin asılılığını istəyir və bayaqdan deyirik ki, təzyiqlə həcm bir-birindən tərs mütənasib asılıdır. Təzyiq artdığından həcm əksinə azalmalıdır. Ona görə cavabımız olacaq Y variantı. 10. Sabit kütləli bir atomlu ideal qazın sıxlığına mütləq temperaturuna asılı qrafiki hiperbola verilmişdir. Bu qaza 100 jol istek miqdarı verildikdə onun gördüyü işin verilən istek miqdarına asılı qrafiki hansıdır? Deməli, Q bərabər 100 joldur. R'nun T'dən tərs asılı olmağı. R'nun üstürü nə idi? PM bölünsün RT. Deməli, nə Rho dəyişməyib, nə də T dəyişməyib, bir-birlərinin tərs asılı. Yəni, biri artanda digəri azalıb. M-lə R yenə deyirəm sabit kəmiyyətdə, onsuz da qaldı bir dənə P. Deməli, burada sabit kəmiyyətimiz təzyiqdir. İzobar prosesdir. İzobar proses olduğundan və bizdə yadınıza düşürsə, belə bir düsturumuz var. H izobar prosesdə 0,4 Q-yə bərabərdir. Yəni, 0,4 vurulsun 100 olacaq 40 jol. Aha. İndi uşaqlar, belə deyək. Prosesin izobar olduğunu başqalardan bilmək olardı. Rho sabit deyilsə izoxor deyil. T-ni də sabit verməyibdir. İzotermik deyil. Bir dənə qaldı izobar. İzobarda da H bərabər 0,4 Q-dür və ya delta U bərabərdir 0,6 Q-yə və ya delta U bərabərdir. Delta U bərabərdir 1,5 H-a. Bu düsturlarımız var. İndi biz aldıq 40 oldu. İstek miqdarı artdıqca iş də artmış olacaq. A variantı. Daha sonra 11. Sabit kütləli ideal qaz A halından B halına müxtəlif yollarla keçir. Hansı yolda qazın gördüyü iş ən azdır? Yenə qazın gördüyü işi istəyir uşaqlar sizdən. Yenə deyirik fiqurun sayısına baxırsınız. İşte birdən xarici qüvvələrin gördüyü işi istəsə, yenə fiqurun sayısına baxırsınız, amma əkisini götürürsünüz. Kiçik fiqura böyük qiymət, böyük fiqura da kiçik qiymət. İndi sizdən qazın gördüyü işi istəyir. Baxaq fiqurun sayısını uşaqlar. Görək harda fiqurumuz var. Deməli, gördüyünüz kimi baxın, 1 keçidində. Deməli, bizə necə verib? A1B. A1B'də fiqurumuz budur. Aha, ən böyük demək olar ki, odur. Daha sonra 2-də A2B'də fiqur budur. Tam çəkirsə axıra kimi. A3B'də fiqur bu hissədir. Deməli, A4B'də isə, fikir verin, A4B'də isə fiqurumuz, baxın, bu hissədir. Qrafikin altında qalan sayı, saytın olsa buradan buraya görünmür. Deməli, ən kiçik A4B'dədir. 12 nömrəli tapşırıq. Eyni materialdan hazırlanmış bir cins çubuqlara eyni qüvvələr təsir edir. Eyni material, yəni eyni material demək ki, Young modulları indi. Eyni qüvvələr təsir edir. Qüvvələri bir-birinə bərabərdir. Bir cins çubuq təsir edir. Çubuqların nisbi uzanmalar arasında hansı münasibət doğrudur? Sizdən nisbi uzanmanı soruşur şərtdə. Amma cavab olaraq delta ili verib. Ona görə ikisini də sizin üçün deyəcəm. Cavabda delta ilin yəni delta ilə görə, mütləq uzanmaya görə hesablayıb doğru götürüblər. İndi gəlin ikisinə də baxaq. Deməli, sigma bərabər, bilirsiniz ki, mexanika gərginliyi F böl S-dir. Bura nisbi uzanmanı gətirmək üçün sigmanın yerinə epsilon Y yazırsınız. Epsilon Y bərabərdir F böl S. S-in də yerinə radius verdiyinə görə pi r kvadrat yazacağım. Pi r kvadrat. Və gördüyünüz kimi burada Young modulu sabitdir, qüvvə də sabitdir. Epsilon R-lə tərs kvadratik asılı olmuş olacaq. Yəni, yuxarıdan baxın yazıram. Epsilon 1 bölünsün epsilon 2 bərabərdir R2-nin kvadratı bölünsün R1-in kvadratına. R2-nin kvadratı, yəni 4R kvadrat bölünsün R kvadratı. 4R kvadrat bölünsün R-in kvadratına. R kvadratlar getdi. Alırsınız ki, epsilon 1 bərabər 4 epsilon 2. Epsilon 1 bərabər 4 epsilon 2. Daha sonra kiçik mütləq uzanma ilə, sizdən burada nisbi uzanma yox, mütləq uzanma yazılmalıydı. Mütləq, çünki məsələnin cavabını ona uyğun verib. İndi mütləq uzanmaya baxaq uşaqlar. Deməli, F-in düsturu K delta L və ya K-nın da yerinə K delta L. K-nın da düsturu Y bölünsün L0 olduğundan F bərabər Y S bölünsün L0 vurulsun delta L-dir. Burada gördüyünüz kimi delta L S-lə tərs, L0-dan isə düz mütənasib asılıdır. Ona uyğun da gəlin hesablama aparaq. Deməli, delta L1 bölünsün delta L2. Baxın, qüvvə eyni olduğuna görə qüvvə olan düsturu yazdım. Yeni Young modullarını eyni verib, onlara baxmadıq. Yalnız baxdıq, delta L-in S və L0-dan əlaqəsində S-lə dedik, tərs asılı yəni olacaq. S2, S-in də yerinə pi r kvadrat yazsaq, radiusdan da tərs kvadratik asılı almış olaraq R2-nin kvadratı
bölü R1-in kvadratı vurulsun. L0-dan tərs asılı olduğu, düz asılı olduğuna görə 2L, yəni L1 bölünsün L2 yazıram. Deməli, burada uşaqlar 4R kvadratı idi. Baxın, 2R'in kvadratı 4R kvadratı. Bu isə saydıcı olacaq R kvadratı. Aha. Deməli, bu 4R kvadratı ilə bu R kvadratı ixtisar gedir. L'lər də ixtisar gedir. Biri 2L0, biri L0'dır. 2L0, L0 getdi, qaldı 8. Yəni, belə almış olursunuz. Delta L1 bərabər 8 delta L2. Bu da oldu 12 nömrəli tapşırıq. A variantı. 13. Termodinamikanın birinci qanunu delta U bərabər Q. Əslində termodinamikanın birinci qanunu delta U bərabər Q çıxılsın A ştrix və ya üstə gəlinsin. Delta U bərabər Q üstə gəlinsin A-dır. Gördüyünüz kimi sizə verdiyi tənlikdə A yoxdur. Deməli, bu hansı prosesdir? İş görülməyən proses izoxor prosesdir. İzoxor prosesdə də rho, N, V nə olmalıdır? Sabit olmalıdır. Rho N V sabit isə P ilə T, PV bərabər NKT, PV bərabər NRT düz mütənsib asılı olmuş olacaq. Ona görə 1-i götürürük. 2 olmaz. Çünki V-ni P ilə V-ni tərs verib, V-ni dəyişmiş verib olmaz. 3 sabit götürdük. V-ni baxın sabit. Yenə V sabit burada var. 5-də isə temperaturu sabit verib, biz sabitimizi rho N-və götürdük. Olacaq 1, 3, 4. A variantı. 14. Porşenli qabda doymayan buxar var. Onu necə doyan buxara? Uşaqlar, doymayan buxarı, doyan buxarı iki üsulundan keçirtmək olar. Bunlardan biri izotermikdir, birisi izoxor prosesdir. Gəlin qrafikini çəkin burada. Onların qrafikinə mütləq fikir vermək lazımdır. Deməli, birinci qrafikimiz P-nin V-dən asılı qrafik olsun izotermik proses üçün. Doyan, doymayan. Bu hissə doymayandır. Doymayandan doyana keçir. Baxın, burada doymayan, bu hissə isə doyandı. Aha. Deməli, nə baş verdi burada? İzotermik sıxmaqla, yəni temperaturu sabit saxlayıb həcmini inirik, azaldırıq. Baxın, 1-dən 2-yə keçid zamanı, lap bura 2 olsun, burada 3 olsun. 1-dən 2-yə keçid zamanı izotermik sıxmaqla, yəni temperaturu sabit saxlayıb həcmi azaltmaqla. Görə elə bir şey var. Sabit temperaturda həcmi artırmaq olmaz. Aha, başqa sabit temperatur sözü yoxdur. İkinci prosesimiz isə izoxor prosesdir. İzoxor prosesdə də təzyiqin temperaturdan asılılığına baxaq. Baxın, bu doyan hissədir. Bu isə doymayan hissədir. Yenə baxın, doymayandan doyana keçid eləmək istəyirik. 1-dən 2-yə keçid zamanı izoxor, bu proses izoxorda həcm sabit. Temperatur amma neyinirik? Azaldırıq. Doymayandan doyana keçmək üçün. Deməli, temperaturu azalıb, həcm isə sabit qalan. Sabit həcmdə temperaturu artırmaqla olmaz. Sabit həcmdə temperaturu azaltmaqla C variantı. Aha. Bu belə uşaqlar. Daha sonra 15. Döşəmənin sahəsi 30 kvadrat metr, hündürlüyü 4 metr olan otaqda su buxarının kütləsi 214 kiloqramdır. Otaqdakı havanın mütləq rütubətini hesablayın. Rho-nu sizdən soruşur. Rho mütləq rütubət, fi isə nisbi rütubətdir. Rho bərabərdir M bölünsün V-dir. Deməli, burada sizə V-ni SH kimi verib. S vurulsun H-dan tapmalısınız. 30 kvadrat metrdə 4-ə vursaz olacaq 120 kvadrat metr. Deməli, M 214 kiloqram bölünsün 120 kvadrat metrə V-nin yerinə SH. Aha. Deməli, belə yazaq. Burada deməli, vergül S0 ataq aşağı. 24-dən 12 geçsin qaldı 200. Deməli, aldıq ki, 2 yuxarıda 100 aşağıda, yəni 2 bölü 100, 0-dan 100-də 2 vurulsun, 10 üstü mənfi 2 kiloqram bölü metrin kubu. Amma sizə cavabı deməli verib qramdan, 1 kiloqramda verib 1000 qramdır. Kiloqrama qrama çevirəndə 1000-ə vurmaq lazımdır. Ona görə də 2 vur 10 üstü mənfi 2-ni 1000-ə vursaq, alacaq ki, 20 qram bölünsün metrin kubu. Y variantı. Bir atomlu ideal qazın daxili enerjisinin temperaturunun asılılıq diaqramı verilmişdir. Hansı keçidlərdə qazın kütləsi azalmışdır? Gəlin düsturumuzu yazaq. Deməli, o bərabərdir 2-də 3 M bölünsün M vurulsun RT. Kütlənin azalması üçün kütlə daxili enerji ilə düz, temperaturla isə tərs asıdır. Kütləni azaltmaq üçün daxili enerjini azaltmaq, temperaturu artırmaq lazımdır. Daxili enerji 4-dən 1-ə artır. Bunu götürmək olmaz. Çünki kütlə azalması üçün daxili enerjini azaltmaq lazımdır. 2-dən 3-ə götürdük. Daha sonra temperaturu artırmaq. 3-dən 4-ə temperatur azalır, götürmək olmaz. Amma 1-dən 2-yə isə temperatur artır. Ona görə də 1-dən 2-yə və cavabımız olacaq 2-dən 3-ə. 1, 2, 2, 3 keçidlərində. 1, 2, 2, 3 A variantı. 17. Sabit kütləli bir atomlu ideal qazın həcminin temperaturdan asılılıq qrafiki verilmişdir.
Hansı keçid zamanı qazın daxili enerjisinin dəyişməsi ən kiçikdir? Aha. Qazın daxili enerjisinin dəyişməsi ən kiçikdir. Gəlin belə yazaq. Bu proseslərin hər birində bilirik ki, nə sabitdir? Təzyiq sabitdir. Çünki V-nin T-dən asılı qrafikini xətti veribsə, deməli təzyiq sabit olmuş olacaq izobar prosesdə. Ona görə düsturumuz belə olacaq. Delta U bərabərdir 2-də 3. Deməli təzyiq sabitdir P delta V. Fikir verin. Bütün keçidlərdə sizə delta V-ni eyni verib, lap yaxşı. Deməli, daxili enerjinin dəyişməsini təzyiqə görə müqayisə etməliyik. Ona görə gəlin tabaq görək. Bu keçidlərin hansına təzyiq kiçikdir. Çünki bizdən kiçik istəyir. Deməli, birincisi baxaq. PV bərabər NRT. P bərabərdir NRT bölünsün. NRT bölünsün P. Deməli, NRT bölünsün V. Deməli, təzyiqi taparkən T-ni V-yə bölmək lazımdır. Görək, bu bizə bölmədirsə baxmaq lazımdır bucağa, yəni tangensdir yoxsa kotangensdir. T-nin V-yə nisbətini götürürük. T burada bucağa bitişik qayıt etdi. V isə bucağın qarşısında, baxın, V-ni bura çarpaz köçürdürəm, paralel köçürdürəm. Daha doğrusu, bucağa bitişik qayıt edən, qarşı qayıt edən nisbəti sizə verəcək kotangensi. Deməli, təzyiq kotangens alfa. Nör vurulsun, kotangens alfa olmuş olacaq. Kotangensdəki birinci rübdə azalan funksiyadır. Ona görə də baxın, bucaq artdıqca bu azalacaq. 3-ün bucağı, 2-nin bucağı, 1-in bucağı. Deməli, bucaq artdıqca kotangens alfa azaldığından təzyiq də 1-in 1-ə keçid zamanı ən kiçik olduğuna görə daxili enerjinin dəyişməsi də ən kiçik olacaq. 18. Sabit kütləli bir atomlu ideal qazın təzyiqinin həcmdən asılılıq qrafiki verilmişdir. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Deməli, AB, BC. AB keçidi izoxor, BC keçidi isə izobar prosesdir. Deməli, AB izoxordur, izoxor. BC isə izobar prosesdir, izobar. Aha. Baxaq, qazın daxili enerjisi artır. Qazın daxili enerjisinin temperaturuna müqayisə eləyək. Temperatur PV bərabər NRT ifadəsinə görə həm təzyiqdən, həm də həcmdən düz asılı olduğuna görə A-dan B-yə təzyiq artır, temperatur da artar. B-dən C-yə də həcm artdığına o da artır. Yekun halda temperatur hər bir halda artdığına görə qazın daxili enerjisi də artmış olacaq, o getdi ortaya. Qaz müsbət iş görmüşdür. AB hissəsi izoxor olduğuna, izoxor prosesdə iş görülmür, amma BC hissəsi izobar genişlənmə olduğuna görə qaz müsbət iş görəcək. Qaz iş görməmişdir dedik izoxorda, yəni AB-də. Aha, 2-ni səhv yazdım. 2-ni bura dedik, 3 bura. Bunlar getdi. Qazın molekulyar orta kinetik enerjisi artır. Temperatura nə demişiksə, orta kinetik enerji də onun yanındadır. 4 atdıq bura. Qaz molekulyarının konsentrasiyası dəyişmir. Konsentrasiyanın dəyişməməsi üçün ρNV konstant olmalıydı. Yəni, AB prosesində 5-də getdi bura. Qazın sıxlığı AB prosesi 5 buradadır. 5 bura getdi uşaqlar. Qazın sıxlığı azalır. Sıxlıq ρ bərabər M bölü V-dir. Kütlə sabitdir. ρ ilə V-dəki tərs mütənasibasıdır və B-dən C artdığından qazın sıxlığı orada azalacaq. Deməli, 3, 5, 2, 6, 1, 4 A variantı. Daha sonra 19. Sabit təzyiqdə verilmiş kütləli bir atomlu ideal qaza müəyyən qədər istek miqdarı verdikdə onun daxili enerjisi 30 kJ artdı. Deməli, delta U bərabər oldu 30 kJ. Aha. Bu qaza sabit həcmdə. Deməli, birinci halda sabit təzyiqdə idi, izobar prosesdə. Izobar prosesdə delta U dedik ki, 0.6 Q-yə bərabərdir. Onda 30 bərabər 0.6 Q yazsaq, Q-nü almış olaraq ki, 50 jol. Q bərabər 50 jol. Aha, indi sabit həcmdə eyni qədər, yəni 50 jol. İstik miqdarı verdikdə onun daxili enerjisi nə qədər artar? Sabit həcm izoxor prosesdə və bayaqlarda qeyd etdik ki, izoxor prosesdə iş görünmür. Ona görə də delta U bərabər olmuş olacaq Q-yə. Delta U bərabərdir Q-yə. Yəni, Q-də nə tapmışdıq? 50 joldu. Ona görə delta U bərabər olacaq 50 jola D variantı. Hansı halda fiziki kəmiyyətlərin, fiziki sabitlərin vahidi doğru göstərilmişdir? Avogadro sabitin vahidi 1 bölmə oldu. Bosman sabitin vahidi jol böl Kelvindir. Yəni, teta bölünsün. T'dən K bərabər teta böl T.
Universal qaz sabiti Joule bölünsün mol vur Kelvin, yəni A bərabər nü R delta T'dən də bunun vahidini rahatlıqla çıxarda və yadda saxlaya bilərsiniz. Aştırıq bərabərdir nü R delta T'dən sizdən universal qaz sabitini R soruşur. R A bölünsün nü delta T'dir. A eşitdir, vahidi Joule'dur. Nü maddə miqdardır, vahidi moldur. Delta T isə temperatur dəyişməsidir, vahidi əsas vahidlərlə mütləq temperaturun Kelvinə bərabərdir. Olacaq A variantı. 21. Kütləsi M tərəfə A olan kvadrat formalı nazik lövhənin səthi gəlmə əmsalı sigma olan mayedən qoparmaq üçün şaqili olaraq, baxın. Deməli, burada tutaq ki, bir maye var. İçərisinə qab qoyublar. İçərisinə bir qab qoyublar. Deməli, baxın, bu qab üfüqi vəziyyətdə suyun içərisindədir. Bu qabı istəyir ki, mayenin səthindən F qüvvəsi tətbiq edərək dartıb qopartsın və buna təsir edir mg ağırlıq qüvvəsi və mayədən səthi gərilmə qüvvəsi sigma L. F bu iki qüvvənin cəminə bərabərdir və bizdən sigmanı soruşur. F bərabərdir sigma L, sigma üstə gəlsin mg-yə. Əgər baxın, kütləsi M tərəfə A olan kvadrat formalı nazik lövhəni, yəni bu lövhədən danışır, kvadrat formalıdır. Ona görə L 4A yazacaq. Bilirsiniz, burada L-in yerinə uzunluğu, yəni perimetri yazmış olursunuz. F bərabərdir. Sigma vurulsun 4A, üstə gəlinsin mg-yə. Sigma da burada nəyə bərabər olacaq? F çıxılsın sigma bərabərdir. Yəni səthi gəlmə əmsal bərabərdir. F çıxılsın mg bölünsün 4A. Y variantı. Qurğuşun və alüminium parçası eyni hündürlükdən yerə düşür. Cisimlərin bütün mexaniki enerjisi onların qızmasına sərf olunur və yerə dəyən anda onların temperatur dəyişməsi delta T qurğuşun, delta 6 delta T alüminium olur. Cisimlərin xüsusi istilik tutumları arasında hansı münasibət doğrudur? Deməli, bunların MGH-ı, yəni mexaniki enerjilərdir, tamamilə onların qızmasına, SM delta T-lərinə sərf olunur. Hündürlük eynidir. Daha sonra M-lər onsuz da buradan ixtisar gedir. J bilirik sabit fiziki kəmiyyətdir. Qaldı S-lə delta T. Gördüyümüz kimi S-lə delta T tərs mütənasibətdir. Ona görə yazırıq. S alüminium bölünsün S qurğuşun bərabərdir. Tərsən delta T qurğuşun bölünsün delta T alüminium. Və buradan da uşaqlar delta T qurğuşun 6 delta T alüminium olduğuna görə bura 6 delta T alüminium yazaq. Bu delta alüminiumlar gedir. Çarpaz vursaq alarıq ki, S alüminium bərabərdir 6 S qurğuşuna. A variantı. Daha sonra növbəti məsələmiz. Kalorimetrdə 80 dərəcə Selsi temperaturda 6 litr su var. Onu 100 dərəcə Selsiyə qədər qızdırmaq və 3/2 hissəsini buxara çevirmək üçün lazım olan istilik miqdarını hesablayın. Aha. Deməli, uşaqlar, birincisi suyu qızdırmaq, daha sonra isə 3/2 hissəsini buxara çevirmək istəyir. Düsturunuz belə olacaq. İstilik miqdarını sizdən soruşur. İstilik miqdarı Q-dür. Q bərabər olacaq SM delta T. Birinci 100 dərəcə Selsiyə qədər qızdırırıq. Qızma zamanı istifadə edirsiniz SM delta T-dən. Deməli, Q bərabər SM delta T. Üstə gəlinsin. Bir də ki, uşaqlar, M-in yerinə burada rho V yazacaq. M bərabər, çünki M yox, dolayı yolla rho V-ni verib. Bir də ki, 3/2 hissəsini buxara çevirmək üçün də LM yazırıq. Bunu hesablamaq lazımdır. Bərabərdir. S, yəni 4 vurulsun 10/3. M-in yerinə rho V yazsaq. Rho V. Rho mindir və 6 litrdir. Litri metrin kubuna çevirəndə minə bölürük. Yəni 1 litr 10⁻³ metrin kubudur. Ona görə də 6 vur min, yəni 6 vurulsun mindən, minə də böləcək deyə qalacaq 6. Deməli, kütləsi oldu 6 kiloqram. Vurulsun delta T. Delta T temperatur dəyişməsidir. Temperatur dəyişmələr zamanı Selsin Kelvin çevirmə ehtiyac yoxdur. Vurulsun 20. Üstə gəlinsin L-in yerinə 2 mega, yəni 2 vurulsun 10⁻6 vurulsun. Sizə deyir ki, 3/2 hissəsini buxara çevirin. Yəni 6 kiloqramın hamısını yox, 3/2 hissəsini çevirmək lazımdır. 3/2 hissəsi də deməli 6 vurulsun 3/2 hissəsi. İxtisar aparsaq 1, 2, deməli qalacaq 4 kiloqram. Vurulsun, burada M-in yerinə 4 yazırsınız. Bərabərdir. Deməli, baxaq görək burada nə yazmışıq? 4-ü vuranda 6-ya 24, 24-ü də 20-yə vuranda 480. Vurulsun 10⁻3. Üstə gəlinsin, bunu da 10⁻3-nə yazaq ki, toplamaq asan olsun. 2-ni 4-ə vuranda 8, amma 3 dənə 0-ı buradan ayıraq, olacaq 8000. Vurulsun 10⁻3. 3-ü nəyə görə ayırdım? Çünki bu da 10⁻3-dür.
Bu da 10 üstü 3'dür. Cavabı da düzdür yazmayıb. Əslində yazmalıdır kilojolla ifadə edin, amma yazmayıb. Yox, burada mötərizənin içində yazıb kilojolla. Miqdarını hesablayın, mötərizə kilojolla. Aha, deməli kiloya ayırdıq. 8000 üstünə 480 gəldi olacaq. 8480 kilojol oldu cavabınız. Aha, növbəti məsələ 24. Faydalı əmsal 25% olan avtomobil mühərrikini 80 qram yanacaq sərf etdiyi zaman gördüyü faydalı hesablayın. Faydalı əmsalının düsturu eta bərabərdir. A' bölünsün Q1'dir. Faydalı burada A''dır. Q1 isə tam işdir. A' bölünsün Q1'in yerinə yanacaq varsa Q vurulsun M yazırsınız. Vurulsun 100% unutdum. A' tapmaq üçün etanı vurursunuz Q-ə, bölürsünüz 100'ə. Gəlin hesablayaq. Etanı vuraq Q-ə, yəni 25 vurulsun. Q-nü bizə verib 4.5 vurulsun 10 üstü 7. M-i verib bizə 80 qram, yəni 80 vurulsun 10 üstü -3. 1 kilogram 1000 qramdır. 1 qramdakı 10 üstü -3 kilogram bərabərdir. Bölünsün 100'ə. Hesablamamızı aparaq. Deməli, burada birincisini eləyək. -3'ləri aparaq. -3 burada, 1 də burada. 4 dənəsi getdi, 10 üstü 7'dən qaldı 3 dənəsi. Daha sonra bu 2 sıfırla, bunu da 3 dənə sıfırdan ikisini aparaq, qalsın 1 dənə sıfır. Başqa görə nə edirik? Başqa nəsə yoxdur. Deməli, nə etmək lazımdır? 25'i 45'ə vurub, onu da vurmaq lazımdır 80'ə. Gəlin sadəlik üçün 80'i vuraq 25'ə. 8'i 25'ə vuranda 200 düşür, 2000. 2000 də 45'ə vursaq, cavabı yenə kilojolla istəyir. 2000 də vuraq 45'ə, 2'ni 45'ə vursaq 90, yanında da 3 dənə sıfıra. Olacaq 90, başqa nə? Məncə hər şeyi nəzərə aldım. 90 kilojol. Aha. Bir dənə sıfırlara yenə də baxım. Deməli, 80'i vurduq 25'ə, oldu 2000. 2000 də vuruq 45'ə. 2000 vurulsun 45. 2'ni vurduq 45 elədi 90, 90.000, 90 kilojol. Amma cavabınızı deməli verib 900. Ola bilsin ki, 0'ın birində əksiliyi elədik. Baxaq, yenidən baxaq. Deməli, 25 vurulsun, 4.5 vurulsun, 10 üstü 7. Vurulsun 80 vur 10 üstü -3, bölünsün 100'ə. 10 üstü -3 ilə 10 üstü 7. Getdi, burada qaldı 4 dənə. Bu 4'dən bir də getdi, qaldı 3 dənə. Aha, burada bir sıfırımız qalmışdı. Aha, doğrudur. Yadıma düşdü. 900 kilojol. Bu belə. Açıq suallarda daha diqqətli olmaq lazımdır. 25. Bərabər kütləli iki müxtəlif bərk cisim eyni qızdırıcıda qızdırılır. Onların temperaturlarının zamandan asılı qrafikləri verilmişdir. Bu cisimlərin xüsusi istilik tutumlarının C2 bölü C1 nisbəti nəyə bərabərdir? Sizin əgər xüsusi istilik tutumu nisbətini istəyirsə, siz baxmalısınız yalnız qızma hissəsinə. Çünki SM delta T'dən yenə deyirəm, qızma zamanı istifadə olunur. Qızma zamanında baxın, temperatur artır. Bu hissədə artıq bərk cisim idisə əriyəcəklər bunlar. Bu hissə əriməyə aid. Yəni lambdaları istəsəydi, lambda bu hissədən, sabitdən tapa bilərdiniz. Amma şeyləri istəyir. Deməli, tapacaq artan hissədən. Fikir verin, hər biri 25 dəqiqə qızdırılıb. Eyni qızdırıcı olduğuna görə də bunların Q'ləri eyni zamanda eyni istilik miqdarı verər. Q1 bərabər olacaq Q2'yə. Deməli, S'in düsturu isə S bərabərdir. Q bölünsün M delta T'dir. Q eyni, daha sonra eyni kütləliyə deyir. M eyni qaldı C delta T'dən tərs mütənasib götürüb müqayisə eləyəcəyik. Yenə deyirəm, delta T'də Celsius'ni Kelvinə çevirməyə ehtiyac yoxdur. Deməli, yazırıq. Sizdən C2 bölü C1 istəyir. Deməli, yazırıq uşaqlar. C2 bölünsün C1 bərabərdir. Delta T 2 bölünsün delta T 1'ə. Delta T2, yəni 360 çıxılsın 240 olacaq. Üzürsəm, tərs mütənasib demişdik. Delta T1 bölünsün delta T2. Delta T2 oldu 120. Delta T1'dəki 360 çıx 0'dan 360'dır. Olacaq nisbətiniz 3. Daha sonra 26. Hansı ifadələr doğrudur? Sabit kütləli bir atom ideal qazın həcminin mütləq temperaturuna asılı qrafik verilmişdir. AB B-si A'dan B-yə V ilə T düz mütənasib asılı, heç biri sabit olmadığına görə izobar prosesdir. B-dən C-si temperatur sabit olduğuna görə izotermik prosesdir. AB hissəsi deməli burada izobar, burada izotermik. AB hissəsində qaza verilən istilik miqdarının 0,4 hissəsi qazın iş görməsi tərəfi olur. Bəli, izobar prosesdə demişdik iş istilik miqdarının 0,14 hissəsinə bərabərdir. Biri götürdük.
Artıq 2 yanlış olacaq, çünki yazıb ki, tamamilə sərf olunur. B hissəsində qaza verən istilik miqdarının hamısı qazın iş görməsi sərf olunur. Bəli, B hissəsi izotermik hissədir. İzotermik hissədə verilmiş kütlə ideal qaz üçün delta onun dəyişməsi, onun dəyişməsi sıfıra bərabər idi. İş bütünlükdə istilik miqdarına bərabərdir. 3-ü götürdük. AB hissəsində qaz moleküllərinin konsentrasiyası artır. AB hissəsində, bəli, deməli, baxaq. Konsentrasiyanın düsturu P bərabər NKT-dən P böl KT-dir. Təzyiq sabitdir. Temperaturla konsentrasiya tərs mütənsib asılı və ya N böl V-dən. N sabitdir. Verilmiş kütlə ideal qazda V ilə tərs asılı. Gördüyümüz kimi bunlar artdığından konsentrasiya azalacaq, artmaz. 4 səhvdir. 5-ə baxaq. AB hissəsində qazın daxili enerjisi artır. AB hissəsində, bəli, qazın daxili enerjisi artır. Çünki daxili enerjinin düsturu 2/3 M bölüm RT delta bərabər R delta T və 2/3 P delta V yaza bilərsiniz. Gördüyümüz kimi artmış olacaq hər iki halda da, həm həcmlə də, həm də temperaturuna ayrı-ayrılıqda baxsaz, hər iki halda da artmış tapırsınız. 6. B hissəsində qaz moleküllərinin orta kinetik enerjisi dəyişmir. Bəli, temperatur nə demişiksə, yanında kinetik enerjisi də var, dəyişməz. Cavabımız oldu 1, 3, 5 və 6. 27. Uyğunluğu müəyyən edin. Sabit kütləli bir atomun ideal qaz atomlarının konsentrasiyasının mütləq temperaturuna asılı qrafiki göstərilmişdir. AB hissəsində AB izoxor prosesdir, çünki Rho, N və konstant izoxor deməkdir. BC-də temperatur sabitdir, C-dən D yenidən izoxor prosesdir. Görə nə istəyir? Daxili enerji artır. Daxili enerji görə harda artacaq? Daxili enerji onda artar ki, temperatur artsın. Verilmiş kütləli ideal qazdan yenə gedir söhbət. Baxın, kütləni hər yerdə sabit verib onsuz da sizə. Kütlə sabit. Deməli, ona görə temperatur artan yer götürürük. A-dan B-yə temperatur artdığından daxili enerji artır. A-ya yazdıq. Daxili enerji sabit qalar. Temperatur sabit qalan yerdə. Çünki temperaturdan asılığına baxırıq. Düsturumuz 2/3 M bölüm RT-dir. Temperatur artanda orada artacaq, sabit qalanda sabit qalır, azalanda da azalır. Ona görə də C hissəsini C-də yazılanı atırıq ikinciyə. Daxili enerjisi azalır, D-ni da yazaq, C-dən D-yə, çünki temperatur orada azalıb. Deməli, nələri yazdıq biz? A-nı, C-ni və D-ni. Həcmi azalır. Deməli, B-dən C-yə temperatur sabitdir. Amma C-dən D-yə, A-dan B-yə gördükdə həcm sabitdir, oraya yazmaq olmaz. B-C hissəsinə yazmaq olar, onu da görə yoxlayaq ki, yazmaq olar, yoxsa yox. Deməli, bayaqlar dedik ki, N bərabər N bölü V-dir. Kütlə sabitdir, say sabitdir. N-lə V tərs mütənsib asılı. B-dən C-yə konsentrasiya artdığından həcm azalacaq. Həcm azalır, yazırıq B-dən C-yə. Yəni, B-ni də yazdıq bura. Daha sonra təzyiq azalır. Təzyiq azalır. P bərabər NKT. Temperaturla düz mütənsib asılı. Konsentrasiya ilə düz asılıdır. Birincisi B-yə baxaq. B-də temperatur sabitdir. Amma N artır. N artdığından təzyiq artmalıdır. Deməli, B-yə getmir. Amma temperaturla düz asılıdır. Temperaturun azaldığı yerdə azalacaq. Yəni, C-dən D-yə. Yeni də buraya yazaq. Deməli, cavabımız belə oldu. 1A, 2-də yazdıq B-yə, 3-də yazdıq D və Y. Daha sonra isti yay günündə soyuducunun buzluğundan -5 dərəcə temperaturlu buz parçası götürülmüşdür. Buzu 20 dərəcə temperaturlu 3,5 litr suya saldıqda su 10 dərəcə Selsiyə qədər soyulmuşdur. Daha sonra mötərizənin içində suyun, buzun xüsusi yutumları, buzun xüsusi ərimə istiliyi və suyun sıxlığı verilib. Suyun soyuması zamanı hansı fiziki proses baş verir? Buzu suya saldıqda buzun temperaturu -5 dərəcə Selsiyadır. Birincisi, buz qızacaq 0 dərəcə Selsiyə kimi. Buz 0 dərəcə Selsiyə kimi qızdıqda sudan alınan istilik miqdarı buzun qızmasına sərf olunur. Buzdan deməli istilik miqdarı aldığına görə su soyuyacaq. Sudan istilik miqdarı aldığına görə su soyuyacaq. Daha sonra buz 0 dərəcədə əriyir. Yəni buz suya çevrilir. Buz suya çevrildikdə də yenə ərimə prosesi baş verir. Ərimədə buzun istilik miqdarı udmasına, suyunsa azalmasına sərf olunacaq. Baxın, prosesimiz budur. Sonra da bu proseslərdə də suyun temperaturu 10 dərəcə Selsiyə qədər azalmış olacaq. 29. Buzun temperaturunun ona verilən istilik miqdarından asılılıq qrafiki koordinat oxları üzərində uyğun qiymətləri çəkin. Nə dediksə başlayaq indi çəkməyə. Deməli, nə baş verdi? -5 dərəcə Selsiyədə buz var idi. Buz neynədir? Qızdı. 0 dərəcə Selsiyə kimi. Daha sonra o buz əriyərək suya çevrilir. Burada ərimə prosesi baş verir. Buz suya çevrilir. Baxın, buzun çevrildiyi su, yəni bizdə sizdə verilən bu su yox. Baxın, sizə nə demişdim? Buz atıldı suyun içərisinə və bu buz əriyərək suya çevrilir. Həmin sudan gedir söhbət.
Deməli, sonra isə başlayır həmin o buzdan əmələ gələn su qızmağa. Aha, bu uşaqlar, bu da baş verir 10 dərəcə Selsiyə kimi, temperaturun istilik miqdarına asılıdır. Bu su uşaqlar stəkanda olan su deyil. Yəni bu qızan su, bu hissədəki stəkanda olan su deyil. O su soyur əksinə. Deməli, o bizdə qızan su, bu hansı ki buz suya çevrilmişdi axı. Həmin su ilə stəkanda olan su termodinamik tarazlıq halına gələnə kimi stəkanda olan sudan istilik miqdarı ayrılır, verir buzdan əmələ gələn suya. Yəni biri alır, biri də ki verir istiliyi. Bu belə. Növbəti məsələyə baxaq. Suyu 10 dərəcə Selsiyə qədər soyutmaq üçün lazım olan buzun kütləsini hesablayın. Aha, buzun kütləsini istəyir. Görək 10 dərəcə Selsiyə qədər soyutmaq üçün sudan verilən istilik miqdarı nə idi? Bu sudan verilən istilik miqdarı buzun qızmasına, baxın, buzun bu hissədə qızmasına, buzun əriməsinə və buzdan əmələ gələn suyun qızmasına sərf olunduğuna görə istilik miqdarı Q bərabərdir. S buz, M buz, delta T buz, üstə gəlsin ərimə, lambda buz vurulsun M, üstə gəlsin həmin o əmələ gələn suyun, yəni üstə gəlinsin M, su, S, su, delta T suya sərf olunur. İndi gəlin bunu hesablayaq. Bizdən amma M soruşur, istilik miqdarı nə qədər vermişdi? İstilik miqdarının yerinə uşaqlar nə yazacaqsınız? Bu hansı ki stəkanda olan su soyu baxın. Bunun SM delta T'sini buraya yazmalısınız. Stəkanda olan suyun. Burada yazacaq deməli SM delta T əməliyyatdan çıxartmayın stəkanda olan sudur. İndi gəlin başlayaq yazmağa uşaqlar. Biz tapırıq buzun kütləsini. Baxın buradakı buzun kütləsini. Buradakı buzun kütləsini tapmaq üçün. Bu buzun kütləsi çevrildi suya və su da başladı qızmağa. Yəni burada verdiyimiz bütün kütlələr bir-birinə bərabərdir. Ona görə bu M çıxartsaq mötərizə xarici nəyə bərabər olacaq? Baxın yuxarıdakı SM delta T stəkandakı bu kütlədə artıq eyni kütlə deyirlər. Vurulsun delta T bölünsün. Buradan mötərizə xaricini çıxardaq S buz, delta T buz, üstə gəlinsin lambda buz, üstə gəlinsin S su, vurulsun delta T su. İndi başlayaq yerinə qoyub yazmağa uşaqlar. Birincisi baxaq. Suyun xüsusi istilik tutumu 4/13 verib. Yazacağım bunların hesablamasını sol tərəfdən. Deməli. Düzdür, vaxt aparan məsələdir biraz. İmtahana düşməsi düşünürəm ki, əlverişlidir. Çünki bu hesablama zamanı uşaqların vaxtını apara bilər, amma yenə də düşə bilər. Deməli uşaqlar S. S hardadır? 4 vurulsun 10 üstü 3 idi. 4 vurulsun 10 üstü 3. Vurulsun delta T. Delta T uşaqlar stəkanda olan sudur. Stəkanda olan su görə buzu 20 dərəcə Selsiyə temperaturlu suya salıb və 10 dərəcə Selsiyə qədər soyudub. Delta T'dir. Delta T'nin yerinə uşaqlar yazıram 10. Əslində mənfi 10'dur. Sadəcə Q alınan Q verilən zaten bir-birinə bərabərdir. Burada biz götürək Q verilən kimi. Bölünsün. Onsuz da kütlə mənfi olmur. S buzun yerinə. S buzun xüsusi istilik tutumunu verib deməli 2 vurulsun 10 üstü 3 kimi. 2 vurulsun 10 üstü 3 vurulsun delta T buz. Buzun qızması zamanı temperatur -5-dən 0-a qədər artmışdı. Yəni delta T'si də olur 5. Üstə gəlinsin L buz. L buzumuz 3 vurulsun 10 üstü 5'dir. 3 vurulsun 10 üstü 5. Üstə gəlinsin. Daha sonra buzdan çevrilən, yəni buzdan əmələ gələn suyun xüsusi istilik tutumu yenə eyni şey olacaq. Yəni 4 vurulsun 10 üstü 3 vurulsun delta T artıq burada da olur 10. Ona görə ki 0-dan 10'a kimi artmışdı. Hesablamalarımızı aparaq. Birincisi hər tərəfi 10 üstü 4 ixtisar apara bilərəm. Baxın burada 10 üstü 4 var. Burada da 2 vurulsun 10 üstü 3 vurulsun 5 özü 10 üstü 4 edir. Buradan 10 üstü 4 getsə bir dənə qalar. Baxın burada da 10 üstü 4 var. Bu da getdi. Uşaqlar burada mən kütləni yazmamışam. SM delta T M. Bu M stəkanda olan sudur. Baxaq. Stəkanda olan su 3,5 litr buradadır. Sıxlıq burada 1000'dir. Bayaqlarda litr metrin kubuna çevirəndə 1000'ə bölürük. Yəni 3,5 bölünsün 1000 metrin kubunu, kilogram vur metrin kubunu M-in üstü rho vur V-də axı. Yerinə qoyduqda minlər gedir, qarı 3,5. Deməli, burada mən 3,5'i yazmamışam. Gəlin kütləni də yazaq yerinə. Bura 3,5 yazaq. Vurulsun 3,5. Deməli, bərabərdir. 4'ü vuraq 3,5'ə olacaq. Deməli, 4 vurulsun 3,5.
4'ü üstəmanda 5'ə vursaq olacaq 20, 14. 14 bölünsün. Aşağıda deməli qalmışdı burada 1. Burada 1 üstü 4, 4, 8. 14'ü bölmək lazımdır 8'i. 2'yə bölsək 4, 2'yə bölsək 7. Daha sonra, yox üzr istəyirəm, bir də saniyə. Aşağıda, deməli aşağıda qalmışdı burada 1. Burada 30. Burada 4, 35. 14 bölsün 35. Deməli bölək 7'yə. 7'yə bölsək 2, 7'yə bölsək 5. 2'ni də 5'ə bölsək 0,4 kiloqram almış olaraq. Sağ olun uşaqlar.